Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid Əliyarov Riyad Məmmədoğludur. Fevralın 23-ü 2003-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olub. Əliyarov Riyad 2009-2020-ci ildə Xudat şəhəri 3 saylı tam orta məktəbdə təhsil alıb. Sənədlərini ali məktəbə versə də qəbul ola bilməyib. 2021-ci ilin aprel ayında hərbi xidmətə yola salınıb. Gəncədə 3 ay hərbi xidmət keçirdikdən sonra Kəlbəcər rayonu Ömər aşırımı deyilən ərazidə xidmətini davam etdirib. Qəhrəman şəhidimiz mühəndis istehkamçı bölüyünə cəlb edilib və mina axtarma üzrə kurs keçib. Əliyarov Riyad yiyələndiyi ixtisası yüksək səviyyədə öyrənə bilib və buna görə də 2 fəxri fərman və 1 təşəkkürnamə ilə təltif olunub. Ailəsinə ünvanlanan təşəkkürnamədə Riyadın necə tərbiyəli, nizam-intizamlı, tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi qeyd olunmuşdur. Əliyarov Riyad öz peşəsinin peşəkarı olaraq Kəlbəcər şəhəri, Boyaqlı kəndi, İstisu qəsəbəsi, Çaykənd kəndi, Cəmilli Filiz yatağı, Lefçay Filiz yatağının mina və partlamamış sursatlardan təmizlənməsi tapşırıqlarında ləyaqətlə iştirak edib. Bundan əlavə Riyad neytral ərazilərə keçərək minaları tapşırığa əsasən yerləşdirib. Qəhrəman şəhidimiz 15 ayın əsgəri olmasına baxmayaraq, komandirlərinin sevimlisinə çevrilib. Hər tapşırığa böyük həvəslə başlayıb. 13 iyun 2022-ci ildə hərbi xidmət tapşırığını yerinə yetirmək üçün bir neçə əsgərlə və komandiri ilə birlikdə Copurlu kəndində yerləşən düşmən səngərlərini sökmək tapşırığı verilmişdi. Həmin ərazidən keçən yüksək gərginlik zamanı göstərilən səyə baxmayaraq naqillər qırılır və orada olan bir neçə əsgəri cərəyan vurur. Lakin qəhrəman şəhidimizin əlində olan yoğun kanat nəticəsində faciəvi şəkildə həlak olur. Ölümündən sonra Əliyarov Riyada şəhidlik statusu verilir. Komandiri deyirdi: "Riyad bu ada layiqli əsgər olub. Çünki o əsl vətənpərvər igid əsgər olmuşdu." Qanla yazılan ad heç vaxt tarixdən silinməz. Şəhidimiz Əliyarov Riyad Məmmədoğlunun müqəddəs ruhunun qarşısında baş əyirik.